Tovuzda odlu silah və pul müqabilində narkokuryerlik edən şəxslər saxlanılıblar. 2 nəfər yetkinlik yaşına çatmayan şəxs və Emin Mustafaoğlu narkotik vasitəni 1000 manat pul və odlu silah qarşılığında ölkənin digər rayonlarına aparmağa razılaşıblar. Həmin şəxslər saxlanılaraq polis şöbəsinə aparılan zaman üzərlərindən 1 kiloqram 320 qram heroin, 1 kiloqram 585 qram marixuana, 49 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Şəxslər ifadələrində narkotik vasitəni odlu silah və pul müqabilində çatdırılması barədə razılıq əldə etdiklərini, lakin narkotik vasitəni götürən zaman silahın olmamasını bildiriblər. Faktlarla bağlı Eləmişəm, bir də Makarov tipli silah, onu gedək götürək. Onu götürən zamanda 1000 manat onun kartına pul vuracaqdılar. O nəşədən tapanca əlin olacaqdı. 1000 manatdan da 500 manat pul verəcəkdi. Onu götürməyə gedən zaman taksi çağırdı. Mənim telefonumdan qonşumuz Limanı, onun da bölündə Emin gəldi. Həm söhbətə Emin də daxil oldu. Emin də dedi ki, mən də şərikəm. Nəşədən silaha o ikisi şərik oldu. 10.000 manat da dedilər ki, 3 manat 3 yerə böləcəyik, üçümüzün olacaq. Silah da nəşədə Eminlə əlini o ikisi öz arasında böləcəkdi.